Salam, hər vaxtınız xeyir, mən Toğrul Əzizov, karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışınızda dəstək olan şəxsi deyilir. Sizə görə iş axtarırsınızsa, sizə iş axtarışınızda dəstək ola bilərəm. İş axtarışınızda dəstək üçün mənimdə müxtəlif növ dəstək mexanizmaları var ki, sizin iş tapmanıza xidmət edir. Yoldaşlar, bugünə olan iş elanlarından çox cüzi bir hissəsini sizin üçün sadalayıram. Amma digər hissələri ilə də tanış olmaq üçün özəl dəstək verə bilərəm sizə. Özəl dəstəkdən də faydalanmaq üçün chatda və yaxud da kanala daxil olduqda əlaqə vasitəsini görə bilərsiniz. Deməli, o elanlardan bir neçəsini bildirim. Amma qeyd edim ki, elanlar dediyim kimi ancaq bu dediklərimdən ibarət deyil. Məsəl üçün, biri var yoldaşlar, təbibdədir iş, əczaçı işidir. Bu sözdən sertifikasiya tələb eləyir, əczaçılığı üzrə təhsil tələb eləyir. Sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyində baş mühasib işi var. Ümumiyyətlə, mühasib işləri həmişə çox olur. İndi də yenə çoxdur. Digər yerlərdə də mühasib işləri var. Paralel olaraq bir yerdə də data analitik işi var yoldaşlar. Sonra adı nədir? Kompüter operatoru işi var. Məsəl üçün, merchandiser işi var, 22-38 yaşlı şəxslər üçündür. 700.000 manat grossdur əmək haqqısı. Üstəgəldə satışdan bonusları var. Xalqlar dostluğu, Rising, Qarasur tərəflər üçündür. Sonra direktor köməkçisi işi var, 25-40 yaşlı şəxslər üçün. Sonra mühəndis işi var, keyfiyyət təminatı üzrə. Sonra əczaçı işi var, az öncə dedim. Satış və marketinq şöbəsində mütəxəssis işi var, 749 manat net əmək haqqıdır ilk 3 ay üçün. Sonra da bonuslar da var. Sonra xərclər nəzarət üzrə mühasib işi var, 1200-1500 manatlıq. Tikinti üzrə mühasib işi var, 1200 manatlıq. Ondan sonra ofisant işi var, 700.000 manatlıq yoldaşlar. Amma rus dilini səniz bilməlisiniz. Ümumiyyətlə, işlər bundan ibarət deyil. Digər işlərlə tanış olmaq üçün, ümumiyyətlə, iş axtarışınıza dəstək eləmək üçün mənə özəldən yaza bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalın.